Azərbaycanlı tələbələrin demək olar ki, hamısının üzləşdiyi bir problemdən danışmaq istəyirəm və onun həllindən danışmaq istəyirəm. Deyək ki, bakalavr tələbəsisiz, xaricdə oxumaq istəyirsiniz və əlbəttə ki, çox ailə buna razı olmur Azərbaycanda. Mənim də ailəm razı deyildi. Mənim atam deyirdi ki, mən 17 il qızımı böyütmüşəm ki, xaricə göndərim, nə bilim nə. Yəni heç bir şəkildə bu insan razı deyildi. Mən hal-hazırda İtaliyadayam. Ona görə bu günləri sizə bir experience-lı bir olaraq belə hallarda nə etmək olar, onu deyəcəm. 5 maddə yazmışam bura. Bu 5 maddəni sizə deyəcəm. Mən bunların bəzilərini eləmişdim. Hətta bəlkə də hamısını eləmişəm, deyə bilərəm. Çünki tam yanımda deyir, sadəcə çox düşündüm bu barədə, çox analiz elədim bu situasiyanı. Yəni dərsimə çox yaxşı çalışdım və bu günləri dedim ki, bunları sizlərlə bölüşüm, sizə ümid edirəm kömək olar. Əsasən də bu problemi qızlar yaşayırlar. Okay, birinci olaraq beyinlərinə işləməlisiniz. Yəni bu çox əvvəlcədən olmalı olan bir haldır. Yəni əvvəlcədən bunu eləməlisiniz. Birinci, ikinci kursuzsa məsələn izləyirsinizsə, artıq bu beyinlərinə işlənilməlidir. Dördüncü kursda biraz artıq hazır olmurlar deyə necə bunu eləyə bilərsiniz? Zarafatla. Mən gedəcəyəm onsuz, mən gedəcəm. Mən gedəcəm. Hər dəfə yəni bu sözlə ki, mən gedəcəm onsuz. Yəni mən xaric planlarım var falan. Onlar deyəcəklər ki, məsələn, qələt eləyirsən, məsələn. Deyirsən ki, mən istəyirəm, belə-belə. Lap görsən qışqırırlar falan, sən yenə də dinən. Dinən, zarafatla dinən, hər nəsə bir tema düşdü, yaxşı vaxtlardı, belə necə deyim, hansı bir mövzu oldu, görsən keyfi yaxşıdır, həmişə dinən, necəsə dinən. Yəni, deyilməlidir. Beyinlərinə işlənməlidir ki, yəni bu qızın ağlında belə bir şey var. Çünki sonradan bunu biləndə, məsələn, 4-cü kurs oldu və deyirsən ki, mən xarici istəyirəm, oturduğun yerdə hara gelsən kimi məsələlər olmasın deyə. İkinci maddə həvəsli olmalısınız oxumağa. Oxuduğunuz universitetdə çalışın qiymətlərinizi yuxarı tutun. Ki, evdə gəlib danışanda bundan yaxşı qiymət aldım, mən həmişə oxuyuram. Onun arxasında bir dənə mən gedib xaricdə oxuyacağam bundan sonra kimisini. Necəsə demək yaxşıdır. Yəni, əsas onu göstərin ki, ailəyə ki, yəni, bu adamın fikri, zikri oxumaqdır. Ciddən oxumaq istəyir. Elə də olsun da yəni. Sadəcə yəni onu demək istəyirəm ki, həmişə oxumağı danışın. Yəni dərslərdən danışın həmişə. Çünki məsələn, sizin fikrinizin oxumaq falan olduğunu məsələn atanız fikir versə eləsə, yəni daha rahat olacaq ki, bu insan yəni oxumaq üçün sadəcə gedir. Doğru. Üçüncü, işləmək və ya könüllülüklər, hər nəsə, aktivliklər. Dərslərdən əlavə aktivliyinizi də yaxşı qoruyun. Bu niyə deyirəm? Yenə də ailəniz görəcək ki, siz yenə də həvəslisiniz, açsız, işləməyə açsız, aktivsiz, könüllü təşkilatları filan. Yəni görəcək ki, siz cidden yəni ağlınızda bir planımız var, məqsədləriniz var. Yəni bu onların beyinlərinə cidden yaxşı işləyir. Ona görə çalışın, aktiv olun. Çünki mən məsələn mən öz experience-ımdan danışıram da burada. Mənim bəlkə də atamın belə məni rahat başqa ölkəyə məsələn qoyması mı deyim, yəni icazə verməsi mi ailəmin deyim. Hamısı könüllülüklər, sonra mən işə girdim, hansı ki gəldim ki, baba mən intervyuya çağırıblar. Papa da o şirkəti bilirdi. Onun işlədiyi sektora uyğun bir şirkətdir. Belə şok oldu. Hətta oradan tanıdığı adamlar falan da var idi. Amma yəni mən dedim ki, papa mən artıq bu mərhələni keçmişəm. Mən 3-cü mərhələyə gedirəm. O iş intervyusunun. O da belə şokla qaldı ki, yəni heç mənim xəbərim yoxdur belə şeylər. Özüm tapmışam o işə, özüm də girdim o işə məsələn. Aktivliklər eləyin, iş filan ki, görsünlər ki, siz cidden məqsəd yönlü adamsınız. Yəni fikriniz, zikriniz onların ən qorxduğu şey nədir? Sevgili işlərinə filan başı qarışar, kimisə nə bilim başqa məsələlər filan. Yəni ən qorxduğu şeylər onsuz da budur onlar çoxunun. 4-cü punkt. İndiki hal-hazırda oxuduğunuz universiteti bəzən pisləyin. Nə mənada pisləyin? Yəni onsuz biz hamımız bir həqiqətdir ki, bizdə Azərbaycanda mən universitet məsələn təhsilini bəyənmirəm. Yəni elə qəribə şeylər görmürdüm ki, mən oxuduğum Adansuda özüm şokdaydım, yəni müəllimlərin elədiyi hərəkətlərdən falan. Qəribə. Cidden qəribə şeylər çox gördüm. Balların necə rahat kəsilməsi falan. Nəysə də mən bu barədə danışmaq istəmirəm. Ayrı seçkiliklər, məsələn sabah qrupu ilə ayrı qruplar arasında məsələn. Və eyni zamanda da xaricdəki uniləri təriflə, nə bilim, bir WhatsApp mesajındadır ki, papa bax, məsələn, bu universitet görünəcə yaxşıdır. Məsələn, bax belə deyə bilərsiniz, lap belə istəyirsinizsə getməkdə. Həm də Azərbaycana yaxında, məsələn, Dubaydadır universitet, ya məsələn İtaliyadadır. Rahat gəlib gedə bilərsiniz filan istəsəz. Həmişə gəlib məni yoxlaya bilərsiniz. Məsələn, nə vaxt istəsəz gəlin, mənə nə vaxt istəyirsiniz zəng eləyin. Bu mesajları verin. Bu mesajlar verilməlidir. Yəni dəqiq bilinməlidir. Amerika biraz məsələn uzaqdır da məsələn. Amerikaya mən getmişəm deyə, ora necə icazə aldığım, o qəribə. Mən başqa bir məqsədlə getmişdim Amerikaya konferansa. Ona belə papa mənə çox dəstək olmuş. Artıq o qədər yəni işlənmişdi başına.
Nəysə, bu məsələləri qoydum bir qırağa. Axırıncı maddəni deyirəm. Mama çalışın dəstək olsun sizə. Məndə mama həmişə mənə dəstək olub. Yəni onsuz da çox ailədə belədir ki, papalar qərar verirlər, amma əslində mamanın qərarının təsiri olur papanın qərarına. Yəni bilmirəm, məncə çox ailədə elədir. Həmişə mama, məsələn, papa elə bilir ki, o özü qərar verib, amma heç xəbəri yoxdur ki, onu məsələn ana tərəfdən gələn məsələn bir effektdən o qərarı verib məsələn. Məndə mama ilə aram çox yaxşıdır. Həmişə mənə dəstək olub. Papa ilə də bu məsələləri o danışıb onsuz da. Əslində hər ailədə fərqlidir. Mən ana-ata faktorunun olanda, yəni necə bunu eləmək lazım olduğunu deyirəm sizə. Və çalışın ki, yəni deyin ki, bax, sən istədin mən universitetə girim. Girdim. Yaxşı bal yığdım. İndi yığmanızda belə deyirəm ki, yığdım da balımı da, girdim də. Nə bilim, həmişə sözümə baxdım. Bir dənə səndən bir dənə şey xahiş edirəm də, bu həyatda icazə ver, mən gedim başqa ölkədə oxuyum. Yəni bax bu belə şərait var, belə kampus var məsələn, belə başını yemək lazımdır. Yəni bu da işlənməlidir. Yəni əvvəlcədən dediyim kimi artıq illərlə bu başını işlənməlidir. Artıq yəni 4-cü kursuz, yenə də elə bir qərarınız var, xaricdə oxumaq istəyirsiniz. IELTS hazırlaşırsınız bəlkə də indi, bəlkə də almısınız uje. Bilmirəm yəni. Amma İşte başını yəni işləyin. Bir dənə şey xahiş edirəm. İcazə ver gedim xaricdə oxuyum. Gəl nə vaxt istəyirsən gəl, mən nə vaxt istəyirsən nə vaxt istəyirsən zəng elə, soruş, gör nə edirəm. Amma burax gedim. Ya məsələn lap alınırsa, bu da bir bonus. Xaricə gedən qızları tapın. Ki məsələn kimsə gedəcək, ya məsələn yaxın rəfiqələrdən kimsə gedirsə. Deyin ki, bax bu qız da gedir. Ailəsi icazə verir. Gedin oturun, onun ailəsi ilə danışın. Oturun, ailələr tanış olsun, bir evdə qalın. Məsələn gedib orada məsələn bir evdə qala bilərik. Siz də gedin danışın, bilin kimdir, nədir filan. Yəni bizdə başqa yol yoxdur, yəni bunu eləyin. Məndə lap bu qədər olmadı. Yəni indi məsələn mən bu maddələri cidden analiz edib yazmışam da. Məndə daha çox iş filan aktiv olmağım papaya bu çox təsir elədi ki, mən cidden istəkli biriyəm də öz işimə qarşı filan. Həmişə demişəm ki, mən getmək istəyirəm filan. Yəni bunlar məndə daha çox təsir elədi. Mən işlədiyim könüllü şirkəti məni pulsuz şəkildə Ərəbistana göndərdi. Sonra işlədiyim könüllü şirkəti yenə məni ikinci dəfə Amerikaya göndərdi. Papam belə şeylər görəndən sonra dedi ki, bu qızda nəsə var. Ona görə yəni dediyim kimi belə şeylər aktivliklər eləmək lazımdır. Ümid edirəm sizdə də bu maddələr işləyərlər. Yəni sadəcə mənim öz fikirlərim idi. Mən də öz praktikamdan danışdım sizə. Heç nə. Hamınızı öpürəm, hamınızı uğurlar. İnşallah hamının ürəyincə olsun. Sağ olun.